Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV məhəlləsi deyilən ərazidə demək 2.5-2.6 sotun içində şəxsi iş olunmuş bir yarım təmir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izin ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev şəxsi iş olunub. Qurqaboy hər yeri açıqdır. Gördüyünüz kimi evin yan tərəfləri hər yeri açıqdır. Hardasa 2.5-2.6 sotun içində inşa olunub. Demək, buradan keçirik evin yan tərəfləri də hamısı açıqdır, havalanmaya uyğundur. Gördüyünüz kimi evin hər tərəfi açıqdır. Ev həyətyanı sahici rahat həyətinə maşın daxil ola bilər. Demək, evin darvaza yeri buradan olacaq. Ev sahibi sadəcə hələ ki darvaza yeri qoymayıb. Bunu nəzərinizə çatdırım. Arxa girişdən də həyətində də ayrıca bir dənə belə əl damısı var. Gördüyünüz kimi bunu da obyektdə də çevirə bilərsiniz. Hazırdır, yəni yola baxır bir hissəsi. Buradan da birbaşa yoldur. Qapının ağzına qədər demək olar asfalt ərazisidir. Məktəbə də, bağçaya yaxın ərazidə yerləşir. ATV məhəlləsinin gözəl hündür yerində yerləşir. Nəzərinizə çatdırım ki, gördüyünüz kimi ev 5-6 kürsüdə inşa olunub. Bax, buradan giriş hissəsidir. Dəhlizi enlidir. Hardasa 1.70-1.80 dəhlizin enlidir. Girən kimi sağ tərəfdə geniş mətbəxdir. Hardasa 14-15 kvadratlıq mətbəxdir. Yuxarılar gördüyünüz kimi şonofollar vırılıb, suvaq vırılıb, elektrik sistemləri çəkilib. Sağda burada bir dənə uşaq otağıdır. Gördüyünüz kimi də hardasa 12 kvadrat olar. Nəzərinizə çatdırım 3-ün 4-ə. Geniş otaqlı evlərdir. Solda burada yenə də qonaq otağıdır. 4-ün hardasa 7 metrə olar. Təxmin ölçü deyirəm, az fərq eləyər. Elektrik sistemindən suvaqdan çıxıb. Keçək burada yenə də bir geniş bir yataq otağı var. Normal bir yataq otağıdır. Gördüyünüz kimi otaqları burada hardasa 13-14 civarında olar. Ölçünü deyirəm, təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi sanuzeldə təmirsiz vəziyyətdədir. Alıb kimsə bunu rahat öz istədiyi kimdə özəlindən çıxarda bilər. Evin nə çatı yox, nə bir şey yox. Hər şey qaydasında oturmuş evdir. Şəxsi inşa olunmuş bir evdir. Burada da yenə də bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı da yəni hal-hazırda suvaqdan çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev yenə qeyd edirəm. ATV məhəlləsindədir. Qapının ağzına qədər asfalt ərazidədir. Məktəbə yaxın ərazidədir. 2.5-2.6 sotun içində inşa olunub. Qapının ağzına asfalt ərazidir. Qiyməti də start qiymət 85 mindir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.